Diktatura sadece siyasi sistem değil, o insanın daxili dünyasına kadar uzanan, onu tədricən değiştiren ve çok vaxt səssiz şəkildə sındıran bir mexanizmdir. Bu rejimlərdə məqsəd yalnız hakimiyyəti qorumaq deyil, həm də fərdi iradəni zəiflətmək, insanları düşünən və qərar verən subyektlərdən itaətkar obyektlərə çevirməkdir. İlk növbədə diktatura insanları hüquqlardan məhrum edir, söz azadlığı, sərbəst toplaşma hüququ, ədalətli məhkəmə kimi fundamental hüquqlar ya tamamilə aradan qaldırılır ya da formal xarakter daşıyır. İnsan danışmaqdan, fikir bildirməkdən çəkinməyə, qorxmağa başlayır. Bu qorxu zamanla daxili senzura yaradır. Artıq insan özünü təkcə hakimiyyətdən deyil, öz düşüncələrindən də gizlətməyə çalışır. Bu mərhələdə şəxsiyyətin sərbəst iradəsi, ifadəsi də zəifləyir. Lakin diktaturanın təsiri yalnız hüquqi müstəvidə qalmır, o mənəvi sahələrə də müdaxilidir. İnsanların nəyi doğru, nəyi yanlış hesab etməsi belə təbliğat vasitəsilə həm də zorla yönləndirilir. Və yalnız təbliğat vasitəsilə deyil, həm də açıq-aşkar zorakılıqla yalanın təkrar həqiqət kimi təqdim edilməsi nəticəsində cəmiyyətin əxlaqi meyarları bulanıqlaşır. İnsanlar haqsızlığı görsələr belə ona qarşı çıxmamağı normal qəbul etməyə başlayırlar. Beləcə vicdan tədricən susturulur. Qürur və ləyaqət hissinin aşınması isə daha dərindən baş verir. Diktatura şəraitində insan çox vaxt seçim qarşısında qalır. Ya öz prinsiplərinə sadiq qalmaq və risk etmək, ya da uyğunlaşmaq və sakit həyat sürmək. Davamlı təzyiq altında bir çox insan uyğunlaşmanı seçir. Bu uyğunlaşma isə tədricən insanın özünə hörmətini zəiflədir. İnsan öz susqunluğunu, güzəştlərini əsaslandırmağa çalışır və bir müddət sonra bunu adi hal kimi qəbul edir. Beləliklə daxili müqavimət hissi zəifləyir. Bundan əlavə diktatura insanları bir-birindən ayırır. Güvən mühiti dağılır. Çünki hər kəs digərindən şübhələnə bilir. İnsanlar açıq danışmaqdan çəkinir, münasibətlər səthiləşir. Bu sosial parçalanma fərdin tənhalaşmasına səbəb olur və kollektiv müqavimət imkanlarını azaldır, bir çox hallarda isə sıfırlayır. Nəticədə insan tək qalır və özünü gücsüz hiss edir. Ən təhlükəli məqam isə budur ki, bütün bu proseslər tədricən baş verir. İnsan bir anda deyil, yavaş-yavaş dəyişir, öləziyir. Dünən qəbul edilməz görünən şeylər bugün adi, sabah isə zəruri kimi qəbul edilir. Bu isə şəxsiyyətin deformasiyasını gətirib çıxarır. Nəticə etibarıyla diktatura insanları yalnız hüquqlardan məhrum etmir. O, insanların daxili azadlığını, mənəvi dayanıqlığını və özünə hörmət hissini zəiflədir. Şəxsiyyətsizləşdirmə məhz bu çox qatlı təsirin nəticəsidir. Buna qarşı ən güclü vasitə isə fərdi düşüncəni qorumaq, həqiqəti axtarmaq və insan ləyaqətinin dəyərini unutmamaqdır. Bəs bunun əksi nə yaradır? Yəni, diktatura daimi olaraq hücumda olanda, insana özünü bərpa haqqını da tanımayanda və insanlar bu davamlı baskıları adiləşdirəndə nələr olur? Mən sizə bunun məişət səviyyəsində bir nümunəsini verim. Daha doğrusu 2 nümunə olacaq. Ən azından 2 nümunə olacaq ki, müqayisə etmək də rahat olsun. Əvvəlcə birinciyə baxaq ki, bunu dünən də sizə təqdim etmişdim. Bax, bu da ha, bax, belə tikilən evlər bax budur. Bax, bu da ha, bax budur. Çık qatqınlara verir. Bax, bu da ha, tikilən bu da, kahverin bax, bu da ha, kahveri sökmüşəm, bu da ha, sökül. Kahverin altından çıxan budur. Gəl buraya. Bax, bu da ha, bax, budur. Bax, da ha. Bir de verilen var burada. Bak bu da evli. Az belesinin yer ama yer bu başa. Gel buraya. Bak bu da ha. Bize verilen evler bak burada. Aha sökülür. Hala bunun üstünden indi yatıyorlar. Hala bir ay değil ben buraya geçeyim. Bak budur. Bak belesinin altı bak. Bak bu da ha.
bu da. Bak bu da. Bak da kaçkınlara verilen yerler bak bu da. Bir ay değil ben yaşayıram onun içinde. Bak bu da bana verilen evler. Bak da. Bak görsen ki en altından tökülür. Kahvenin altından. Bak bu da. Bak verilen evler bak bu da. Bundan hala bir ay gel bu içinde yaşadık. Tökülür şeyler. Gelir. Sizden karşı ederim. Bana komiseye gönderin gelsin nezaret edin. Baksın. Görsün ben yalan değilim yoksa geçirdi. Bak daha. Bak bu yerin bir nevresidir bak daha. Ölçüsü bak bu. Bak daha. Bak bu da ölçü bak bu da. Ondan sonra evin üstünden damır. Kahveye geldi şeyin içine. Balkondan doluk diye içeri evin. Zarar ver. Yatak otanız olur. Bak bu da. Kime de diyesen diyerek sabreyle düzeledim. Sabreyle hava kim sabreyle oldu. Yalan yanlışlar hamısı burada hamının içinde. Bak budur. Budur buraları gördükleri iş var. Dünən mən bu şikayət parçasını qısa bir şərhlə vermişdim və izah etmişdim ki, əslində şikayətə səbəb olan fakt hansısa prorabın, briqadirin xətası deyil. Qarabağda tikinti işləri bilavasitə hakim ailənin korrupsiya monopoliyası altında olan sahədir. Orada mənim dəfələrlə dediyim kimi müqəddəs korrupsiya zonası elan edilmiş bir vətən parçası var. Oradakı korrupsiya müqəddəs elan edildiyinə görə də insanlar ondan şikayət edə bilməzlər. Briqadirlik heç bir iş yoxdur. Orada daşdan da, sementdən də, qumdan da, taxtadan da uğurlanan bütün materiallar və bütün tender vəsaitləri, büdcə pulları ən yuxarı adlandırdığınız o aşağılıqlara gedir. Bunu ən yuxarı dediyiniz o rəzalətin bağrında oturanlar hamıdan yaxşı bilirlər. Çünki təşkilatçı onlardır, onların özləridir. Bir də hansısa qürurlu görünmək istəyən bir sıravi vətəndaş çıxır ortalığa və bununla barışmadığını elan edir və bundan dərhal sonra ənənəvi diktatura öz işinin davamını görür. İşin davamı evin ovxalanıb tökülən özülünə yamaq vurmaqdan ibarət deyil. İşin davamı həmin o qüruru o insana yedizdirməkdir, o insanı sürüyə qaytarmaqdır. Sərəfə çəkdiyim videoya görə söyləyirəm. Əsəbləşmişdim şirkət nümayəndələrinə görə Türkiyə eləmək ki, məni çox incitmişdilər. Onun üçün də amma indi müraciətə prezident səlahiyyəti nümayəndələrinə eləmişəm. Müraciət elədim, gəldilər, tapşırığını da verdilər. Və səhərə mənim bu işlərimin hamısını yerinə yetirəcəklər. Heç bir problem yoxdur. Onlara görə də mən əsəbləşmişdim deyin, onun üçün də mən prezidentimizə də, onun ölkəmizə də mən özlərin təşəkkürümü bildirirəm ki, elədi. Amma çox da güman ki, eləyərsiniz. Deyirsiniz ki, güya ki, bunu kimsə təzyiq edir. Mən 67 yaşım var, heç kimin nə təzyiqinə baxıram, nə bir şey eləyirəm. Gəl bəri. Deyir ki, buralarda uca başlarlar, gəl ki, eləyəcəklər. Səhərdən xüsusi nümayəndəlik tapşırıb, öz göstərişim verdi, gəldilər, sağ olsunlar. Həmən şirkətə də, şirkətin nümayəndələrini də çağırdılar bura, başladılar mənim işlərimi eləməyə, yerinə yetirməyə. Mən heç kimdən də nə şikayətim var, nə bir şeyim var, heç birindən də, heç kimdə eləməyib. İntihası heç o başqa o video şeylər var ya, media qurumlar. Onlar yalandan özlərindən çox haqqa çağırtmasınlar. Mən öz əsəbləşdiyimə görə də bu işi görmüşdüm. İndəki gördüyümə də heç peşman oldum ki, mən heç bu iş görməyəydim, xüsusi nümayəndəliyim mən eləsəydim, müraciət eləsəydim, yenə də heç bu işdə olmazdı. Çox sağ olsunlar, hamısı da gəldilər, mənim işimdə həll elədilər. Tapşırığını verdilər, indi də başlayırlar işləməyə. Tezdən də başlayacaqlar işləməyə. O media qurumlardakı çox səhv eləyirlər ki, mənim eləyirlər, paylanış eləyirlər. Mən onlara müraciət eləmişdim ki, media qurumlarına ki, mən gəlsində işlərimi görsünlər. Yox. Ona görə də xahiş edirəm, heç kim də mənim işlərimə qarışmasın, heç kim də işlərindən məşğul olmasınlar. Mən özüm öz işimi bilirəm, öz işimi də görürəm. İndi onu da elədiyimə də biraz peşman oldum. Mənim şeylər həmən ofisin adamlar gəlib əsəbləşdirmişdi. Burada briqadir, bir prorab da yaddı. Onlar eləmişdi. Və ona görə də taymaya üzərə hesab edeyim. Mən də heç kim də hallandırmasın, heç kim də eləməsin ki, deməsin ki, budur, odur. İfadənin sərtliyinə görə üzr istəyirəm, amma bu proses parçasının, epizodun adı budur.
yalnız budur, sürüyə qaytarmaqdır. Təəssüf ki, belədir. Belə də adlanır və mən bunu başqa cür adlandıra bilmərəm.